Bismillah. Salam aleykum değerli izləyicilərimiz. Ləzzətli ev tapmışam sizə. Ev şirin, baldan şirin. Qiyməti ucuz, avtobusa yaxın, aptekə, məktəbə, bağçaya, marketə, təndir çörəyinə, hər yerə yaxın olan ideal ərazidə 2 soğukda bu gördüyünüz gözəl göyçək evimiz satışa çıxıb. Hazır kopçalı. Al düş qeydiyyata. Aldım düşdüm qeydiyyata. Hazır trapı, qazın suyu işığı, kanalizasiyası, hər bir şeyi yüksək səviyyədə. Özü də elə bir ərazidir ki, kamlarların kəsilməyi, ehtiyatı heç yoxdur. Bu bizim sanitar qovşağımız. Aksesuarları, hər bir şeyi yığılıb, hazır gir yaşa ev. Heç də əlbi ağdan qaraya vurmayacaqsan. Özü bax evdən çıxırsan, qəşəng pəncərədən nə? Saç baş düzəldib, bir dənə giyimə rigi çıxdı. Gələk, o istifolu, iri mətbəxli, özü mətbəxin pəncərəsini çölə baxsın istəyənlərə, çiçək kimi ev tapmışam ha. Bildiyimiz çiçək. Sonra, bu şey həqiqətən başqa məsələ. TV'ni qoysan bura, televizor yaddan çıxır, ancaq sağına, soluna, üstünə, başına, ətrafındakı gözəlliyə baxırsan. Və arkada yer bırakmışım, niyə görə yer bırakmışım, onu gələndə görsənirsən. Arkada yer ona görə bırakılıb ki, paltar sərəndə, evin qabağında paltar görsənirsən. Gəlin sonra üstünə, pilləkənin altında da kladovka kimi yığılır, görsənmirəm, çünki vaxt itirmək lazımdır. Ev üçün süsün fürsətli, məhdud sayda, ama bir ədəb nafilimiz çıxdı satışa, məhadı şekskul çəkdi, qalmır, şekskul çəkdi, görün nə deyirəm. Həqiqətən böyünür ya. Bir yan yataq otağımız var burada, öz yataq otağının birbaşa balkona. Konfit saçqası əlində çıxırsan balkona. Sonra, bax, bu həqiqətən bu sözün qurtaracaq piç nöqtəsidir. İkinci mərtəbədə də şırşıt sistemimiz yığılıb. Buna da o, dəyərli izləyicilər, yekə spalin. Bir də spalin genişliyinə, yekəliyinə baxın, öz sözü deyil. Bəhanəmiz olmayacaq, uşaq beşiyi yerləşmir, şifaneye yerləşmir. Nə bilim o kamotdur, mamotdur, nədir? Nə bilim taxtdır, odur, budur, hər şey. Bildiyimiz qırğın. 103.000 manat teklif olunur. Nə istəyirsən? Gəlirsən, razılaşırsan, şekskul. Qiymətdə aşağı yuxarısı da olacaq. Amma beylə gəlsin, super endirim olacaq. Video bəyənirsən ki, takip etməyi unutmayaq, gələn videolarda görüşəndir. Sağ olun, salamat qalın.